Bu gördüyünüz kimi normal bir inci sümüğüdür. İnce şəkildə gəlir və inci sümüğün başı. Buradan da bizim belə sinirimiz keçir. Ayağı tərpədən inci siniri və bu isə bunun hal-hazırki vəziyyətidir. Kistanın sayəsində gördüyünüz kimi həcmi böyüyübdür, divarlar incəlibdir. Normal bunun genişliyi bu qədər büyüklüyü olmalıdır. Bunlar artıq şişən bir qismdir. Digər proyeksiyada baxanda gördüyünüz kimi bu kistamızdır. Bugünkü xəstəmiz 7 yaşında. Bu normal sümükdür, inci sümüyü, diz nahiyəsidir, baldırıdır xəstənin, inci sümüyüdür. Bu belə bir şişkinliklə bizə müraciət elədi. Müayinələrdən sonra bəlli oldu ki, burada bir böyük həcmli sümük kistası var. Burada ən böyük təhlükə inci sümük çox böyükdür. Yəni kista çox güman aktivdir. İndi punksiya edib baxacağıq. Əgər qanlı maya çıxsa, o da oradan da aktivdir. Deməli təkrarlana bilər. İkincisi də ki, buradan bir normalda bizim sinirimiz keçir. Ayağı tərpədən. Amma bu kista o qədər formasını dəyişib ki, o sinir biraz burada da ola bilər, bu tərəfə də gedə bilər və eyni zamanda yastılaş formada ola bilər. Yəni sinir gözümüzdən qaça bilər. Onun üçün çox diqqətli şəkildə bunu açıb, siniri qoruyaraq əməliyyatı icra etməyə çalışacağıq. İndi punksiya edirik. Qanlı mayyemiz gəlir. Yəni mayyemiz sarı deyil, qanı, yəni bu anevrizmal kistadır. Bu bizim o dediyimiz ən çox qorxduğumuz inci siniri. Görürsünüz, 7 yaşında uşaqda necə genişlənib, yastılaşıb. Yəni çox rahatçılıqla bir əzələ ilə, sinirlə, əzələ ilə ya vətərlə qarışa bilər. Normalda biraz da daha dar olmalıdır. Genişlənib, kistamız buradadır. Artıq sinirimizi gördük. Bu sinir sağ-salamatdır. İndi isə keçirik kistanın artıq müalicəsinə. Məqsədimiz bu boşluğu təmizləyib, müxtəlif məhlullarla işləyib, sümüklə doldurmaqdır. Bu kistanın kapsulasıdır. Bu hər zaman görünmür. Bunu təmizləməsən, bu keçən deyil. Deməli, bu bizim sinirimizdir. Perineal sinir. Gördüğünüz kimi tam sonuna qədər sağ-salamat, zədələnməyib. Bu da bizim kistadan çalışdığımız yerdir. Amma kəsiyi buradan aparıb, ya buradan aparıb. Belə kör təbii işləsəydik, bu sinir zədələnərdi. Sinir də normaldan çox gördüyünüz kimi genişlənibdir. Yəni kistoz böyüsün, siniri də genişlədibdir. Umarım hər şey yaxşı olacaq. Boşluğumuz tamamen doldu. Gördüğünüz gibi bu hamısı qoyulan sümükdür. Bu da bizim kistamızdır. Biraz da bu kistanı belə sıxışdırmışıq ki, çox geniş olmasın. Əsas burada gərək böyümə zonasına zərər verməyəsən ki, gələcəkdə qısalıq olmasın. Əsas məsələ odur ki, xəstə əməliyyatdan sonra ayağını oynatsın. O da şükür Allah'a xəstəmiz oynadır. Artıq rahat nəfəs ala bilərik.